Ay sözü! Qoy səni zəlil olasan elə, müstər qalmış səni. Deyirəm, bilirsiniz də, mənim ad günüm oldu. Heç düşünmürsünüz ki, mənə nə hədiyyə elədilər? Nə brilyant, nə ev, nə maşın. Ay, brilyant nədir, ev nədir? Bu elə hədiyyədir ki, sizə göstərim mən. Gedək göstərək də Roma. Bu mənim tamaşaçılarım, məni sevənlər görsünlər ki, mən nə hədiyyə almışam ad günümdə. Allah mənim gözəl dostlarımın canını sağ eləsin. Allah onlardan razı olsun. Bu yanmışa bax, imkan vermir. Dalımla gəlir. Bu arada ayın 29-unda Allah qoysa inşallah canlı yayım açacağım. Nə mövzular var, nə mövzular. TikTok'da baxarsınız. Baxıram, görəm dünyanın dörd bir tərəfindən məni izləyirlər. Bir qəşək də təklif almışam. Təklifim də budur ki, Bakı şəhərində bir restoranı açırlar, mənə verirlər, pul qoyurlar. Mən də gəlirəm həftədə bir dəfə rəqsani olaraq onlara öz yeməklərimdən verirəm. Baxın, sərvətdir, sərvət. Can Polad qardaşımın Allah canını sağ eləsin, Allah ona uzun ömürlər versin. İnşallah oktyabrda balasının toyunu oxuyacağım. Can Polad qardaşım mənə, bax, belə 3 dənə qoyun hədiyyə eləyib mənim ad günümə. Görürsünüz? Qara quzunun əhti bilirsiniz nə olur? Pəh! Yeməli. Biri də ruj rəngdədir. Yəni, ruj rəng nə deməkdir? Rus dilində qorxdular qoyunlar. Onun altından çıxmazlar ki, hayır olma bunlar. Yəni, fermer təsərrüfatı yaradacam Allah qoysa. Həm də istədim ki, hər şeyi, bu necə deyim, pişirirəm, düşürürəm, qoy svej olsun. Belə əti də, toyuğu da, cücəsi də, qazı da, hamısı svej olsun. Qış, 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 qış. Zoyze! Zoyze bu qoyunların başını oynatacaq. Zoyze ataydı bu sıra. İdi damoy bu sıra Zoyze, idi. Bu bir hayasız qızdır ki, o şoubizdə də bəzi hayasızlar var, Belə nə yığırdım, nə yaptım, gəlib oturublar səhnənin ortasındakı müğənniyi. Bu Zoyze onlardan hayasızdır, tövbə. 29-unda canlı yayımı gözləyin. Canlı yayımda çox gözəl sizinlə söhbətim var və bir qəşək də yemək pişirəcəm sizə. Ən çox nə pişirməyimi istəyirsiniz? Yazın. Yazın, bir də tıklayın, tıklayın. Baxmağı neyinirəm, tıklayın. Tıklayın.